Hərdən belə bir fikir gəlir mənim ağlıma. Görəsən mən öləndə kimlər gələr yanıma? Deyirlər ki, güya ruh bədəndən ayrılaraq 40 gün qalar dünyada öz yurduna baxaraq. Baxar gələn gedənə, baxar çəkilən qəmə, bir də gizli danışıb qeybət edən kimsəyə. Baxar dosta qohuma, doğma tanış üzlərə, baxar övladlarına, həsrət dolu gözlərə. Çox maraqlıdır mənə. Necə olacaq məndə, kimi görəcək ruhum mən dünyadan kökəndə? Görəcəkmi könlümü atəşlə yandıranı, məni ölənə kimi özünə bağlayanı? Görəcəkmi gözlərim yol çəkdiyim insanı, yoxsa zaman aparıb solduracaq ünvanı? Kim xatırlayıb məni bir xatirə danışar? Kim bir küncdə səssizcə göz yaşını paylaşar? Kim rəhmət oxuyar, kim isə lənətləyər? Ümumiyyətlə insanlar haqqımda nələr deyər? Görən eynimi olar sözlərlə fikirlər, zənnimcə bunu yalnız bir Allah, bir ruh bilər. Dəfnimdə çox olacaq göz yaşını axıdan. Bəs üçümdə kim olar adımı yada salan? 40-ım gəlib çatanda kim çəkəcək həsrəti, kim anacaq qəlbində yaşatdığı söhbəti? İlim tamam olanda zaman da keçib gedər. Kim bilir o dünyada başıma nələr gələr? Bir ömür ötüb keçər külək kimi, yel kimi. İnsan qalır dünyada güllər üstə şeyh kimi. Gün çıxar, buxarlanar şeyh şüalar altında, ruh bədəni tərk edər həyatın bir anında. Son vaxtlar tək qalanda, xüsusən də gecələr, alıb aparır məni bu cürə düşüncələr. Oxşar keçir hər gecəm, gündüzüm və sabahım. Bu yüzdən ağ-qaradır rəngləri bu dünyanın. Bilmirəm nə qədərdir yer üzündə günahım. Ümid edirəm yenə var biraz da savabım. Yer seçmişəm özümə, zahirən sağlığımda. İstərdim dəfn olunum mən anamın yanında. İstərdim dəfn olunum mən anamın yanında.